Bu 10 gecənin qədrini bilin, kiçik qardaşınız üçün sizə deyirəm. Bu 10 gecəyə elə yerə meyrac eləyə bilərik ki, heç kəsin ayağı ora dəyməyib. 10 gecə bu məclislərdə çox önəmlidir. Evdən də bəzi adamlar deyib, gələ bilmirik, baxırlar. Yəni, söhbət təkcə bu məclisdən getmir. 10 gecə Məhərrəmin İmam Hüseyin məclisi adamın əlindən tutub çox böyük yerlərə apara bilər. Bu sözümə qiyamətdə şahid duracam. Bax, burada indi deyirəm, qiyamətdə görüşərik. Bu 10 gecə çox mühümdür həyatda. Yeri var adam bütün işlərini təxirə salsın, buna vaxt ayırsın. Bu elə-belə bir şey deyil. Bu çox mühümdür. Hər gecə bir irfan mərhələsidir. İmam əlimizdən tutub aparır. 10 gecəyə adam deyirəm də, gedər Allaha ən yaxın nöqtəyə gedər çatar. Buna mən cavab deyəm nə mənada istinadım Qurana və hədislərədir. Hətta Quranda deyilir bu 10 gecəyə Allah and içir. Və ləyalin əşr. Ona görə qədrini bilin, yarı oldu və yarısı qaldı. İmamın övladları əmin-amanlıqda böyüyüblər hamısı. Ancaq can eşidiblər. Döyülmək görməyiblər ki, uşağı döymək nə deməkdir? Belə bir şey görməyiblər. Ona görə İmam Səccad dedi ki, aleykunnə bil firar, qaçın. Da müharibədə deməzlər ki, qaçın elə adamlar qaçır. Bu uşaqlar görməmişdilər döyülməyi ki, bunlara başa sardılar ki, qaçın vuracaqlar. Bunlar bilmirdilər ki, uşağı vurarlar. Bu, belə bir mühitdə böyümüşdülər. Belə bir fəzaya adət eləməyiblər. Onlar deyəndə ata deyiblər can, deyəndə ana deyiblər can, deyəndə əmi can eşidiblər. Başqa bir söz yox. Hədislərdə var, Həzrət Əli ayağa durardı övladını çağıranda. Deyərdi, İleyyə, ya Əbu Abdillah, gəl yanıma. Əbu Abdillah da hörmətli xitabdır. Ata oğlunun ayağına durursa, gör oğul neynirdi? Oğul özünü yığır. Bu, ədəb və sevgi mühitində böyümüş uşaqlar idi. Ona görə onların müsibəti çox ağırdır. Gündə döyülən uşağı döyəndə o qədər, amma əzizlənən və dəyər görən uşaq gəlib namərdlər əlində əsir olanda bu 10 qat artıq müsibətdir. Ona görə Əhl-i Beytin müsibəti olduqca çox böyüdür. Və bu müsibətlərin anası kimdir? Xanım Zeynəb, salamullahi aleyhadır. Məclislərin həssas yeridir. Həzrəti Zeynəbə bu gecə təvəssül eləyəcək. İstəyirəm, aradan çəkilim mən ki, qalasız tək başına, baş-başa qalasız onlarla. Mən mane olmayayım sizə. Aleykum ən tuhibbu Zeynəb, Peyğəmbər buyurub. Sizə nəsiyyət eləyirəm, tövsiyə eləyirəm ki, Zeynəbi sevəsiz. Bu xanımın sevgisi tövsiyə olunur bizlərə. Onun adını Allah qoyub Peyğəmbərə, deyib Peyğəmbər onun adını qoyub. Zeynu Əbi, o atasının zinətidir. Atası Həzrəti Əlinin zinəti Həzrəti Zeynəbdir. Əlinin ürəyində qalan sözlərin hamısını Küfədə o dedi. Əlinin ürəyinə dağ çəkən sözləri Zeynəb dilinə gətirdi. Hər gecə göz yaşı tökürsünüz, hər gecə yanırsınız. Niyə? Eşidirsiniz ki, belə müsibətlər olub. Zeynəb bunların hamısını görüb gözü ilə. Heç kəs İmam Hüseynin başının bədənindən ayrılmasını görməmişdi. Heç bir şəhid. Əvvəlfəz ağı da görmədi. Heç bir arifin dillər taqəti yoxdur o səhnəni görsün. Mükaşifə halında baş bədəndən ayrılma səhnəsi ağırdır. Kərbəlaya gedənlər görüb, orada qətligah var. Allah qismət eləsin görəsin. Ora yaxınlaşanda dillər çox deyənməyim, məkruhdur orada dayanmaq. O qətligah, İmam Hüseynin qətl olunduğu yerdə adam yaxınlaşanda ağırlığını hiss edir. Mən görmüşəm, dayanmaq olmur. Hələ qətligah. Xanım Zeynəb təllin üstündən baxıb görürdü ki, Hüseynin diri-diri başı bədənindən ayrılır. Onu görürdü. Bu nə mahıdır ki, həddən keçib istirab-ı Zeynəb. Fələk üzrə mehri mahı eləyib kəbab-ı Zeynəb.
Dedi, məndəli bizarə ki, nə ahuzarıdır bu? Dedi, bu fəqanə bais ələmi Cənab-ı Zeynəb. Dəxi Lalədən soruşdum, niyə dağdar olubsan? Dəxi Lalədən soruşdum, niyə dağdar olubsan? Dedi, yandırıbdı bağrım o evi xarab Zeynəb. Gülü sümbülü çəməndə bugün əşkibar gördüm. Bunları edib pərişan, yəqin inqilab Zeynəb. Bu bəlalı çöldə qönçə necə bürqədar olsun? Ki məsiri şum-i Şama gedə bi niqab Zeynəb. Zeynəbi niqabsız aparırlar Şama. Xəbər aldı Əhl-i Beytin ədədi qəmin fələkdən. Dedi ki, hesaba gəlməz qəmi bi hesab Zeynəb. Dəxi Zakiri hesab et, Qasım bəy Zakir yazıb bunu. Dəxi Zakiri hesab et, səgi küy-i Kərbəladan, bihəqi fəqan-ı Zəhra, bihəqi əzab-ı Zeynəb. Deyim, məni bu qapının iti sayın. Bizim şairimiz deyir. Deyir, Allah, sən and verirəm Fatimə-i Zəhranın ah fəqanına, Zeynəbin əzabına. Övladlarına dedi, mənim övladlarım, gedin dayıvızdan icazə alın, siz də gedin meydana. Gəldilər, İmam Hüseyin icazə vermədi. Qayıtdılar ki, ana, dayımız İmam Hüseyin icazə vermiş. Dedi ki, gedin anası Fatiməyə and verin, israr eləyin və gedin Hüseyin yolunda tikə-tikə olun. Gəldilər, deyir, icazə aldılar, İmam Hüseyin icazə verdi. Xanım Zeynəb oturub xeymədə. Deyir, uşaqların təkbir səsi gəlir, övladlarının döyüşürlər. Deyir, dodağının altında, deyir, əhsən oğlum, bərəkəllah. Deyir, iftixar edir ki, övladları Hüseyin yolunda döyüşür. Amma birdən səs düşdü ki, Zeynəbin balaları şəhid olub. Cənazələri gətirdilər çadırlara tərəf. Bütün şəhid cənazələri gələndə Zeynəb çıxıb qarşılayırdı. Əli Əkbəri də, hamısın, Qasimi də. İndi dedilər, oğlunun cənazəsi gəlib. Başını salıb aşağı oturub xeymədə, buyurdu, xane-i səbri bilin yıxan deyiləm. 100 oğlum ölsə də mən xeymədən çıxan deyiləm. Nisbət-i lütfə naçiz idi neynim olanım. Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım. Zeynəb dedi, and olsun Allaha çıxmaram. Hüseyin mənə baxar, xəcalət çəkər. Niyə çıxım mən? Övladlarının cənazəsini qarşılamayan şəhid anasıdır xanım Zeynəb. Çox danışmayayım, vaxt keçirməm, vaxt bu il azdır, yay vaxtıdır. Qəm ürəyinə doldurdu xanım Zeynəb, ağlamadı. Çünki İmam Hüseyin demişdi, bacı, ağlama. Əsirlik günlərində qəm ürəyində gəzirdi. Elə ki, əsirlikdən azad oldular, İmam Səccad dedi ki, bibi azad olmuşuq. Dedi, mənim gözümün nuru, qardaşımın yadigarı, get onlardan bir yer al, oturaq doyunca Hüseyinə ağlayaq. Şamın içində bir yer verdilər, oturdu, deyir, Zeynəb elə deyirdi, Hüseynim vay, Hüseynim vay. Bir dəstə qadınlardan qırmızı paltarla göndərmişdilər ki, gülüb ələ salsınlar. Deyir, Zeynəbin ürəyinin yanğısından gördülər o qırmızı giyinənlər də səsin qoşub Zeynəbin səsinə. Deyirlər, Hüseynim vay, Hüseynim vay. Son nəfəsinə qədər bu qəm ürəyində gəzdirdi və son nəfəsində də əli ürəyinin üstündə can verən az adamlardan biri Zeynəbdir. Deyir, gəldilər ki, qusul vermək üçün ərini ürəyinin üstündən çəksinlər, gördülər bir parça var ürəyinin üstündə. Ayranda gördülər Hüseynin o qanlı köynəyin ürəyinə basıb və Hüseynin vay deyə xanım Zeynəb dünyadan köçüb. Nə hacətiniz var, nə istəyəcəkdiniz? İmam Hüseynin o bəlalı
bacısı olan xanım Zeynəbə təvəssül edir. İlahi, sənand verirəm Həzrəti Zeynəbə bu qapıdan bizə əl boş naümid yola salma.